Dastanca ağı. Təbrizdə var inqilab, Məmməd Əli dinmə get yat. Get özünə kömək tap, yorğanı sazla ört yat. Al kömək İngilisdən, Məmməd Əli dinmə get yat. İstə Qazaq Urusdan, Məmməd Əli dinmə get yat. Get Liyaqova yalvar, Məmməd Əli dinmə get yat. Təbrizdə Səttarxan var, Məmməd Əli dinmə get yat. Məmməd Əli dinmə get yat. Konsul göndərər saldat, Təbrizi Tehrana sat, Məmməd Əli dinmə get yat. Bu kimi mahnıları qadınların da bəziləri oxuyurdu. Artıq bu yerdə inqilabçıların qaravol postları da nəzərə çarpırdı. Bu postların nə üçün qoyulduğu bəlli deyildi. Bunun inqilabi müdafiə üçün heç bir əhəmiyyəti ola bilməzdi. Çünki bunlar nə mədarik yoxlayır, nə də Təbrizə gedənlərin kim olması ilə maraqlanırdı. Ara sıra səyyar qaravollar dəstələrinə də təsadüf edirdik. Lakin bunlar da bir şey sormadan keçib gedirdi. Mən bütün bunları nəzərdən keçirirkən düşünürdüm, İranda parlayan inqilab qığılcımı Rusiyyədə baş vermiş olan 1905-ci il inqilabının təsirini hiss edir. Bilmirəm, bu qığılcımı böyüdüb bir yanğın şəklinə salmaq mümkün olacaqdırmı? Mən bu fikirdə ikən Sofyan kəndinə yetişdiyimizi gördüm. Qızlara burada nahar etməyi təklif etdim. Onlar da acmışdı. Çayçı dükanının qabağında dayandım. Yemək istədik. Yağ pendir vardı. Dükançı tirlərdən asılmış üzümlərdən endirdi. Yuyub yanımıza qoydu. Faytonçumuz Novruz bizi tələsdirirdi. Yemək içməyi tez bitirdik. Özümüz də Təbrizə tez yetişməyə tələsirdik. Təbriz şəhəri artıq qalın dumanların altından görünməyə başlamışdı. Şəhrin arasında vaqe olan əzəmətli və heybətli ərk bənası uzaqdan bir kirbit qabı kimi görünürdü. İndi də həmişəlik İran inqilabına təkan verən Təbriz, dumanların kölgələri altında gizlənib, sanki mühüm bir hadisənin xəbərini verməyə hazırlanırdı. Nina Təbrizi uzaqdan görür, onu gah Peterburg, gah Moskova, gah da Riqanın böyüklüyü ilə müqayisə edirdi. Mənə deyirdi ki, Bilmirəm, bu böyük şəhərdə bir-birimizlə görüşmək mümkün olacaqdırmı? mən Təbrizdə qalmalı olsam, bəlkə də görüşmək mümkün olar. Əcəba, siz məni unuda biləcəksinizmi? Ninanın bizi deyil, məni deməyi mənə qəribə göründü. Çünki biz 2 günlük səfərimizdə işi bu qədər dar və müəyyən bir çərçivə içərisinə salmamışdıq. Mənə ki bir şey məlum deyildi. Qız məni unudacaqsınızmı deyə sual vermişdi. Cavab verməyə bilməzdim. Mənim sizi unudub unutmamağım hadisələrlə dolu olan mühitimizin verəcəyi imkanlardan asılıdır deyə cavab verdi. Siz ki hazırki hadisələrlə əlaqədar deyilsiniz. Doğrudur, əlaqədar deyiləm. Ancaq ümumi bir hadisənin ağırlığını, ümum xalqın çəkməli olduğunu da unutmaq olmaz. Doğrudur. İnqilabçı bir məmləkətdə tərəfsiz qalmaq da çətindir. Nina bu sözünü bitirərkən çox diqqətlə gözlərimin içinə baxıb təkrar etdi. Belə deyildirmi? Özünüz söyləyiniz. Mənim əvvəlki şübhələrim yenə də coşmağa başladı. Ninanın məni öyrənmək həvəsi get-gedə artırdı. O gözlərini mənim gözlərimdən heç də götürmürdü. Tez-tez əlimi tutub deyirdi: Özünüz söyləyiniz. Belə deyildirmi? Lakin mən Təbrizə yeni gedirəm. Gələcəkdən xəbər verə bilmərəm. Ninanın göz bəbəkləri oynadı. Onun gənc ürəyi cazibəli gözünün həlqəsindən mənə baxmağa, məni daha başqa fikirlərə yol verməyə məcbur etdi. Cəsarətli bir səslə: Mən sizi müəyyən bir tərəfdə görmək istəyirəm. Az qüvvənin tərəfində. Az bir qüvvə ilə çoxlara qarşı mübarizə aparanların tərəfində. Səttarxanın tərəfində, dedi. Bəs nə üçün Səttarxanın tərəfində? deyə soruşdu. Çünki qəhrəmanlar yalnız az qüvvənin içərisindən çıxır. Qəhrəmanlar yalnız həqqini böyük qüvvədən tələb edənlərin içərisindən çıxar. Ninanın bu sözündən sonra daha danışmaq istəmədi. Çünki məsələmiz nazik və çıxılmaz bir mərkəzə varmışdı. Mən yenə də onların musiqi müəllimləri deyil,
konsulun sifariş verdiği xüsusi casuslar olduğuna inanmağa başladım. Bundan sonra olan söhbətlərimiz tamamilə adi və mənasız məsələlərdən ibarət oldu. Ninanın özü də mənim dərin düşündüyümü gördüyündən söhbətin istiqamətini dəyişmişdi. O nə olursa olsun məni danışdırmaq istəyirdi. Doğrusunu deyin. Kimsəni sevmədinizmi? Bəzi kişilər vardır ki, vaxtında evlənməzlər. Onlar elə bir yaşda evlənirlər ki, nə onlar qadına, nə də qadın onlara lazım olur. Məncə kişilər bununla özlərini ailə ağırlığından azad yaşatmağa çalışırlar. Lakin biraz keçəndən sonra kişilər buna əməl edə bilmirlər. İndi siz səmimi bir surətdə söyləyiniz görüm. Siz bu müddətdə heç bir qızı sevmədinizmi? Hərgah sevmişsinizsə, nə üçün onlardan birisini yoldaşlığa almamışsınız? Sevmişəm dedim. Yenə də sevə bilərəm. Lakin məni sevən olmamışdır. Buna görə də evlənə bilməmişəm. Bu səmimi olmadı. Mən buna heç də inana bilmərəm. Sizi hər bir ağıllı qız sevə bilər. Çox gözəl bir gəncsiniz. Həm də siz qadın yanında özünüzü bir qərbli kimi apara bilirsiniz. Sizin hər bir xasiyyətiniz gözəldir. Yanılırsınız. Məncə ən gözəl bir adamda böyük nöqsan da ola bilər. Əcəba, o böyük nöqsan məndə də mi ola bilər? Hərgah siz özünüzü birinci gözəl hesab etmiş olsanız, bunun özü də bir nöqsandır. Dünyada bəlkə sizdən daha gözəl qızlar da vardır. Mən artıq sizinlə danışmayacağam. Siz məni təhqir etməyə hazırlaşırsınız. Nina sanki gözəl və şıltaqçı qızların rolunu ifa edən oyunçu idi. Mən doğrudan da qarşımda ən gözəl, ən də acı təbiətli, şıltaq və öz gözəlliyinə inandığı üçün kişiləri əzib incitmək istəyən bir qızı görürdüm. Fəqət Nina ən sadə, ən həlim, ən gözəl bir qız idi. Biz acı körpüsünə qədər yalnız iradə ilə danışırdıq. O məndən Təbrizi soruşur, orada necə yaşayacaqları haqqında təsəvvürlərini söyləyirdi. O məndən çox razılıq bildirdi. Əlimi tutub tez-tez görüşəcəyimizə söz verməmi tələb edirdi. Ninaya gəldikdə onun gözündə qısqanclıq görünməyə başlayırdı. Gözləri İraydanın əllərinə dikilmişdi. İraydanın əlləri mənim əlimi sıxır, razılıq göstərirdi. Ninanın dodaqları titrəyirdi. Gözlərinin altında kiçik damarlar döyünürdü. Lakin bu uzun çəkmədi. O mənim əlimi bacısının əlindən sürətlə dartıb aldı. Gözləri yaşardı. Mən də İrayda ilə güldük. Nina da hər iki rolunu oynayıb bitirmişdi. O rəngi qızarmış bir halətdə dedi: Kişilərdə bir çox hərəkətlər yersiz olduğu kimi, bu gülüşlər də yersizdir. Əlbəttə, mən onun gözlərinin yaşarmasına deyil, ümumiyyətlə ani və dəli kimi sevgilərinə gülürdüm. Xüsusən Ninanın bu rolları çox məharətlə ifa etməsi də məni güldürürdü. Daha doğrusu şadlanır, qızın nəhayət dərəcədə qabiliyyətli bir qız olduğuna sevinirdim. Lakin onun kişiləri təhqir etməsini və onların yersiz gülmələrini tənqid etməsini də cavabsız buraxmadı. Nina xanım, Mən xanım deyiləm, sadə Ninayam. Bunu bir kərə sizə demişəm. çox yaxşı. Nina, gözəl Nina. Kişilərdə yersiz gülüşlər nə qədər çoxsa, qadın və qızlarda da yersiz ağlayış və qısqanışlar həddindən artıqdır. İndi deyin görüm, siz hansı qızı sevə bilirsiniz? Yarım saat bundan əvvəlki qısqanc, şıltaq və tez sevən qızı mı? Yoxsa hazırda danışan sadə, səmimi bir yoldaş kimi hərəkət edən qızı mı? Bunların hər ikisi də sevimlidir. Fəqət birinci ilə vaxt keçirmək, əylənmək, ikinci ilə yaşamaq və yoldaşlıq etmək yaxşıdır. Lakin bunu da müəyyən bir şəraitdə başa gətirmək mümkündür. O şərait nədən ibarətdir? Qarşılıqlı sevgi. Bu sözdən sonra Nina başını aşağı salmışdı. Heç birimiz danışmırdıq. Çünki artıq Təbrizə yetirmişdik. Acı körpüsünə çatırdıq. Bura hərbi qərargah şəklini alırdı. Bura Rus hökuməti tərəfindən çəkilmiş Zulfa Təbriz şusə yolunun son nöqtəsidir.
Burada yoxlayıcı və idarə edici kontorlar yerləşmişdir. Hər tərəfə telefon əlaqəsi vardır. Telefon inqilabçıların ixtiyarındadır. İnqilabçılar burada Təbriz şəhrinə gedənlərin mədarişlərini yoxlayırlar. Mən qızlar bilməsin deyə hamıdan əvvəl faytondan enib qaravol postuna girdim və mədarikimi göstərdim. Qızların da mədarikləri yoxlandı. Faytonumuz körpüdən buraxıldı. Dar və palçıqlı küçələrin hər iki tərəfi böyük karvansaralardan ibarətdir. Böyük Təbrizin ticarət karvanları bütün Azərbaycanın müxtəlif şəkildə olan nəqliyyatı yalnız burada yerləşir. Kitabın adı Dumanlı Təbriz. Yazar Məhəmməd Səid Ordubadi. Hazırlayan Nurullah Purşərif. Bu bölümdə səsləndirdilər: Ravi Siyavəş Tufarqanlı, Nina Saray Tahiri, düzənləyən Səccad Müslimi. Bizim axağa qatılmaqla işimizin ardını tutmaqda bizə dəstək olun. Axağımızın adresi Dastanca. D-A-S-T-A-N-C-A